Bismillahirrahmanirrahim. Salam değerli Müslümanlar. Bir daha sizi Ramazan ayına həsr olunmuş Quran ayı söhbətlərində xoş gördük. Bugün biz İbrahim suresinin 24, 25 ve 26. ayələri ətrafında danışacağıq. Allah Teala ayədə buyurur: "Ələm tərə keyfə daraballahu məsələn kəlimətən tayyibətən kəşəcərətin tayyibə əsluha sabitun və far'uha fis-səma." Ələm tərə keyfə daraballahu məsələn kəlimətən tayyibətən kəşəcərətin tayyibə əsluha sabitun və far'uha fis-səma. Sən görmürsən ki, Allah pak əqidəni kökü yerin dərinliyində olan budağı səmalara qalxan ağaca bənzədir. Allah Teala bu ayədə İslam dinini, tövhid əqidəsini ağaca bənzədir. Özü də kökü olan ağaca. Növbəti ayədə deyir, bəzi ağaclar var, onların kökü yerin üstündədir. Ayədə buyurur, yox. O ağaca bənzədirəm ki, onun kökü yerin dərinliyindədir. Nə demək istəyir Allah Teala? Allah bunu demək istəyir ki, insanların Allaha olan sevgisi, məhəbbəti fitridir. Dini dəyərlərə olan bağlılıq bütün insanların qəlbinin dərinliyindədir. Arxeoloji qazıntılar da bunu göstərir. Bəşər əvvəl günündən bu günə qədər Allahı axtarıb. Necə insanlar qidada səhvə yol veriblər, haram qidalar yeyiblər. İnsanların bir qismi də Allahı tapmaqda çətinlik çəkiblər. Allaha şərik qoşublar. İnsanın qidaya olan İstəyi daxilidir. İndi səhv edə bilər. Seçimində səhv edə bilər. Amma bu demək deyil, bu istəyi yoxdur. Bu istəyi var. İstəyini düzgün həyata keçirmir. Seçimində səhv eləyir. Bütün uşaqlar anadan doğulanda ananın sütünü axtarırlar. Ağlayırlar bunun üstündə. O daxildən bir istək gəlir. Amma o anlamır, başa düşmür. Bu his daxildəndir. Allaha olan sevgi, məhəbbət, Allahın axtarmaq hissi bu daxilidir. Bəli, seçimində səhv elə bilərlər. İnsanlar Allaha şərik qoşa bilərlər. Peyğəmbərlər onlar üçün göndərilib. Onda Peyğəmbərlərin bir vəzifəsi də budur ki, insanları Allahla tanış eləsinlər. Ona görə Allah Teala ayədə buyurur ki, Allaha olan sevgi fitridir. İnsanın daxilindədir. Fitratallahi ləti fataran nasa aleyha. La təbdil li xalqillah. Allah buyurur, biz dini fitrətə uyğun göndərmişik. Onu da dəyişmək mümkün deyildir. Deməli, ayənin birinci hissəsində Allah demək istəyir ki, bizə, mənim dinim fitri bir dindir. Ümumiyyətlə, insanı Allah belə yaradıb. İnsan Allahına pərəstiş eləmək istəyir. Bəli, deyə bilərsiniz ki, insanlar var, heç Allahı xatırlamırlar, başqa yoldadırlar. Bu insanları dünya özünə məşğul eləyib. Ona bənzəyir ki, uşağı anadan ayırıbsan, onun qabağına oyuncaq tökübsən, o da oynayır. Onun başını qatıbsan. Ola bilsin 1 saat, 2 saat uşaq anasını istəməsin. Amma bu demək deyil, o anasını sevmir. O məşğuldur. Onun diqqətini ayrı səmtə yönəldibsən. A'lamu annamal hayatud dunya la'ibun və lahvun. Bilin, dünya oyun oyuncaqdır. Dünya oyun oyuncağı insanları aldadıb. Quranda buyurur, Əlhaykumut təkasur. Təkasur yəni sərvət, sərvətin çoxluğu. Dünyanın bu gözəlliyi, cazibədarlığı insanları özünə sarı cəlb edib, insanların diqqətini yayındırıb. Yox, o insan da Allahı axtarır. O insan da əbədiliyi istəyir. Əbədilik Allahdadır. Öz yaradanını axtarır. Mümkün deyil insan öz atasından, valideynindən ayrı düşər. Ayrı düşmək qeyri-təbiidir. İnsana yaddır. İnsan yaradanı ilə rahat ola bilər. Yaradanına sığınmağı ilə o son
intihası olmayan qüdrətə söykənməklə öz aramlığını, rahatlığını tapa bilər. Əla bi zikrillahi tatmainnul qulub. Allahın zikri ilə qəlblər rahat olar. Allah sevgisi, Allah məhəbbəti sənin qəlbin dərinliyindədir. Allah Teala buyurur, o din sağlam dindir. O dindar sağlam dindardır ki, onun budağı olar. Yəni din qəlbin dərinliyindədir. Bu İslamı əgər səmimisən qəbul edibsənsə, sənin budağın olmalıdır, yarpağın olmalıdır, kölgən olmalıdır. Ağacın birinci kökü olur, ikincisi budaqları olur, onun kölgəsi olur. Sənin inkişafın olmalıdır. Sənin dinin varsa, Allaha sevgin varsa, səmmisənsə inkişaf olar. İnsanın düşüncələrində inkişaf olar, qəlbi geniş olar və onun ətrafa müsbət təsiri olar. İnsanlar istidə ağacın kölgəsinə sığınırlar. Sənin də kölgən olmalıdır. İnsanlar günah istisindən, səhvlərin o nəticəsində onlarda yaranan o narahatlıq hərarətindən sənin kölgəvə sığınmalıdırlar. Sənin o mənəviyyatından bəhrələnməlidirlər. Və sən onlara bir kölgə salmalısan, çətir olmalısan. Üçüncüsü, ağacın oksigeni olur və karbonudur. Oksigen ixrac eləyir. Sən cəmiyyətə oksigen verməlisən, ruh verməlisən, fikir verməlisən, fikir istehsal etməlisən, mənəviyyatı tərənnüm etməlisən. İnsanlar sənin o mənəvi ağacının altında oksigen udmalıdırlar və onlarda yaranan o müdsizlik və ruhiyyəsizlik karbonlarını sən udmalısan. Bu üç. Dördüncüsü, ağacın meyvəsi olur. Sənin meyvən olmalıdır, məhsulun olmalıdır. İslam tarixinə baxanda insanlar var, onların böyük meyvələri olub. Bəşər durduqca o meyvələrindən, o məhsulundan istifadə edəcəklər. Allama Təbatəbə kimi bir şəxsiyyətin bir Qurana yazdığı təfsir qiyamətə qədər insanlara nur verəcək. O Qurana aydınlıq gətirir. Allahın kəlamına şərh verir. Ya digər alimlərin, şəxsiyyətlərin. Deməli, İslam əqidəsi bizim qəlbimizin dərinliyindədir. Amma və məsəlu kəlimətin xəbisə kəşəcərətin xəbisətin ictussət min fəvqəl ard. Amma napak əqidələr, düzgün olmayan fikirlər, yollar kökü torpağın üzərində olan ağaclara bənzəyirlər. Onlar tez yıxılırlar. Nə qədər İslam müqabilində cərəyanlar, məktəblər, xətlər, fikirlər, ideologiyalar gəlib gediblər. Allah Quranda buyurur, İslam qalıb, çünki o insanların qəlblərinin dərinliyindədir. Quranda Allah Teala münafiqlərə də deyir, siz də o söykənən ağac kimisiniz. Kənnəhum xuşubun musənnədə. Onlar söykənmiş ağac kimidirlər, çünki onların kökü yoxdur. İslamın qarşısında duran xətlərin kökü yoxdur. Bunlar insanlara yaddırlar. Bunlar insanları aldadıb bir müddət öz təsirində saxlaya bilərlər. Amma Allah sevgisi, Allahın göndərdiyi qanunlar insanların ruhundadır, canındadır. Ona görə dünya zalimləri çalışır ki, İslamın səsi dünyaya yetişməsin. Və qalellezine kəfəru la təsma'u li hadal Qur'an velğav fi la'allakum təğlibun. Kafirlər dedilər, Qur'anı dinləməyin, haykü edin, səsküy edin ki, bəlkə qalib olasınız. İndi də o səsküylər var. Dünyada İslama qarşı gedən bu təbliğatın və bu propagandaların əsas hədəfi İslamın əsl səsindən, İslamın həqiqi simasından uzaqlaşdırmaqdır. Çünki onların öz əqidələrinə, ideologiyalarına inamları yoxdur. Bilirlər, əgər İslam olduğu kimi dünyaya maneəsiz təbliğ olunarsa, bəşəriyyət ümumiyyətlə İslama qarşı tərəf gələcək. Bütün insanlar İslamı qəbul edəcəklər. Ona görə maneə törədirlər. Çünki bu insanların qəlbindədir. İkinci, əsl İslamın, qəlbə, o daxil olan İslamın, dedi, kökü qəlbdədir, sonra da inkişaf elətdirməzsən. O insanlar inkişaf elətdirər ki, onların cəmiyyətə kölgəsi olar və insanlara oksigen verərlər. Ən böyük cəmiyyətə
insanlara bəxş etdikləri töhfə isə onların olar. Allah bizi inşallah İslamda müvəffəq olan, bu ayənin nümunəsi olan möminlərdən, müsəlmanlardan qərar versin. Sizə Allaha tapşırırıq. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.